Bu videonu biraz daha editleyip paylaşmasaydım gələn qurbanda paylaşa bilərdim. Deməli atam zəng vurub bizə dedi ki, gəlin bu qurbanı bir yerdə keçirək. Biz də təbii ki, bacımla bu fürsəti əldən verməyib uşaqları da götürüb tez atamgilə yollandıq. Biz gedib çıxanda artıq qoyunu kəsmişdilər və ətləri bölüşdürürdülər. Biz də ətlərdən torbalara doldurub qardaşıma verdik ki, aparıb lazım yerlərə paylasın. Bir qismini isə özümüz üçün kabablıq ayırdıq və sonra anamla qəşəng bir ciyər qovurması hazırladıq. Bu da anamın cücələri, bunları niyə çəkmişəm bilmirəm. Qovurmanı yeyib qurtardıqdan, yuyub yığışdırdıqdan sonra isə axşama kebab hazırlığına başladıq. Burada yenə sevməyə çalışıram. Burada artıq qardaşım kömürləri manqala əlavə edib yandırmağa başlamışdı. Mənim isə burada səhərdən bəri elədiyim tək iş burada kebab üçün soğanları doğramaqda, onları da belə fəxrinə sizə göstərirəm. Hər bir də kebab üçün şişlər yumuşdum. Uşaqları da manqalın ətrafından uzaq tutmaq lazım idi və təbii ki, o vəzifəni də öz üzərimə götürürəm və burada onlarla biraz voleybol oynayıram. Manqal sindikdən sonra artıq şişləri manqalın üzərində düzüb bişirməyə başlayırlar və burada atam artıq məni qovur ki, bəs çəkdin, çıx get. Mən də evə qalxıb hazır halını sizə bu cür göstərirəm. O sırada isə artıq anamla bacım süfrəni hazırlayıblar. Mən hazır süfrədə belə güya nəsə qoyulmuş kimi edib özümü göstərdikdən sonra növbə gəlir. Günün ən maraqlı hissəsi mətbəxdə qeybət qıra-qıra qabları yumağa. Və əlbəttə ki, qabları da mən yumuram, amma qəşəng çay dəmləyib çay süzürəm. Könül istərdi ki, samavar çay olsun, amma kimdir bu küləkli havada bizim üçün samavar ot salıb çay dəmləyən? Burada da videom yekunlaşır. Bu cür vloqların gəlməsini istəyirsinizsə izləmədə qalın.